Seyfəddin Şahbuzlu yazır ki, bu sən dolu ürəkdən, arzu, istək, diləkdən, göndərəcəm küləkdən sənə şeir yazacağım. Giley, güzar, söz dolu, çəkilməmiş naz dolu, hər sətri biz dolu sənə şeir yazacağım. O öpdüyüm dodaqdan, qızaran al yanaqdan, bilirsən, çox uzaqdan sənə şeir yazacağım. Sən cümləmin nöqtəsi, şirindir hər kəlməsi, qoyuqsun hər kəsi sənə şeir yazacağım. Səndən cavab gəlincə, alma yanaq, əl incə, gözləyəcəm ölüncə, sənə şeir yazacağım, sənə şeir yazacağım. Aygün Rəhimli cavabında yazdı ki, ürəyinin naləsin, söz adlı bəhanəsin, bu baharın laləsin üz, şeir göndər mənə. Yad etmənli çağları, başı qarlı dağları, gülşənləri, bağları gəz, şeir göndər mənə. Sabahların birində, mənaları dərində, qafiyəsi yerində düz şeir göndər mənə. Sözündən, gileyindən, mehindən, küləyindən, bəxtindən, taleyindən küs, şeir göndər mənə. O nakam məhəbbətə, uzaqlara, qürbətə, mənsizliyə, həsrətə döz, şeir göndər mənə. Rəhimlini əyirsən, ürəyinə dəyirsən, bir nədir, istəyirsən 100 şeir göndər mənə. Bir nədir, istəyirsən 100 şeir göndər mənə. 100 şeir göndər mənə.